day vardı. Ananın gözleri yol çekirdi. Başka bir derdi yoktu. Oğul derdiydi derdi. O 31 yanvar 1915-ci ildə Bakı şəhərində anadan olub. Onun atası Karl Petroviç Şiriye milliyyətcə Latviyalı idi. Birinci Dünya müharibəsində qızını heç görmədən həyatını itirmişdi. Vera onu öz qızı kimi sevən ögey atası Mirzə Səttarovun ailəsində böyüyüb. Sonra onun Leyla adlı bir bacısı da olub. Leyla xanım Tağızadə ölkədə ilk qadın Ali Sovetin deputatı, əməkdar həkim olub. Vera'nın həyatında ilk məsləhətçisi, dostu, tənqidçisi və dəstəyi həmişə bacısı Leyla olub. Vera Karlovnu tez-tez etiraf edirdi ki, onun teatra gedən yolunu ögey atası çəkib. Çünki həvəskar teatrda iştirak edirdi və həmişə onu məşqlərə özü ilə aparırdı. Vera Şiriye səhnə fəaliyyətinə 1933-cü ildə Bakı İşçi Teatrı, indiki Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyada başlamışdı. 1938-ci ildə həmin teatrın aktrisası olmuşdu. Uzun səhnə həyatı boyu Vera 200-ə yaxın rol oynayıb, çoxlu parlaq, müxtəlif obrazlar yaradıb. Aktrisanın sənət uğurlarının zirvəsi Maria Stuart Teatr səhnəsindəki Elizabeth roludur. Yaradıcılığının qaynar illərində, qaynar nöqtələrdə çıxışlar edib. Bəlkə ona görədir ki, Ana və Paçtalyon şeiri onun dilindən bu qədər təsirli alınırdı. Şeirdə nəql edilən hekayə onun ətrafında baş verənlər, yaşadıklarıdır. Bir dəfə Yugoslaviyanın prezidenti Iosip Broz Tito onu müharibə vaxtı əsgərlər qarşısında çıxış edərkən görüb və bəyənir. Aktrisaya Yugoslaviyada qalıb zabitlər evinə rəhbərlik etməyi təklif edir. Aktrisa Bakıdan ayrı qala bilmədiyini deyib təklifi qəbul etmir. Vera Karlovna Moskvada Qələbə bayramında çıxış etmək xoşbəxtliyini də görüb. Amma o çıxış vaxtı göz yaşları ilə sevinç onun simasında bir-birinə qarışmışdı. Həmin vaxtlar Vera sevgilisi Petyanın qara kağızını almışdı. Qələbəsinin yaşadığı müharibə onun ən sevimli adamın əlindən almışdı. O adam artıq yox idi. Müharibə isə başa çatmışdı. O gündən sonra Vera heç vaxt ailə həyatı qurmadı. O 200-dən artıq rol oynamışdı. Amma Kraliça Yelizaveta obrazı onun səhnədə ən uğurlu rolu idi. Vera Şiriyenin 85 illiyində Ulu Öndər Heydər Əliyev onu telefonla şəxsən təbrik edib. Vera Şiriye Qırmızı Ulduz, Qafqazın müdafiəsi uğrunda medalları, 1941-1945-ci illərdə Vətən müharibəsində şücaətli əməyə görə, habelə ölkə rəhbərliyi və cəbhə komandanları tərəfindən çoxsaylı fərman və təşəkkürnamələr layiq görülüb. Müstəqil Azərbaycanda Xalqlar Dostluğu və İstiqlal ordenləri ilə təltif edilib. Deyilənlərə görə 90-cı illərdə ölkədə vəziyyət ağır olanda aktrisa Bakı küçələrində qarşısına çıxanlardan pul istəyir, zibil yeşiklərindən yemək axtarırdı. Azərbaycan SSR xalq artisti Vera Şiriye 2003-cü il mayın 1-də 88 yaşında Bakıda dünyasını dəyişib. Ana, gözləri yaşlı, ətir saçdı dilindən, tez öptü Paçtalyonun məktub verən əlindən.